Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən verilən xəbərə görə məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Mercedes markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə xəsarət alaraq köməksiz vəziyyətdə qalan avtomobil sürücüsü 56 yaşlı Ələsgərov İlham Yaquboğlu və sərnişini 42 yaşlı Şirinov Bəhruz Mikayıloğlunu dərinliyi təxminən 12 metr olan dərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.